müəllimindən 8-ci sinif Azərbaycan tarixi fənnindən sizə Şah 1-ci Abbasın islahatlar dərsini izah edəcəyim. İlk növbədə siz burada İstanbul müqaviləsi nə vaxt imzalandı, ilini bilməlisiniz və bunun şərtlərinin hansı növdə olduğunu bilməlisiniz. Daha sonra da Səfəvi dövlətin paytaxtı hara köçürüldü? Bu dövrdə Azərbaycan dilində harada ən geniş istifadə olunurdu? Suallarına cavabını tapacaqsınız. İlk növbədə Səfəvilər dövlətinin saray çevrilişi nə vaxt baş verdi? Əlbəttə ki, 1587-ci ildə Səfəvilər dövlətinin saray çevrilişi baş verdi. Şah 1-ci Abbasın dövlətinin varlığına qorumaq üçün nə etdi? İlk növbədə Osmanlı dövləti ilə sülh danışıqlarına başladı. İstanbulda sülh müqaviləsi nə vaxt imzalandı? 1590-cı ildə imzalandı. İstanbul sülh müqaviləsi şərtləri nə idi? Ərdəbil, Xalxal, Qaracadağı, Zəncan, Qəvvin, Qəzvin, Lənkərandan başqa, Lənkərandan başqa bütün torpaqlar Osmanlılara təlim verildi. İslahatlar hansı sahədə aparılırdı? Hərbi və inzibati sahələrdə. Bu, %100 testə düşən suallardır. Səfəvi ordusunun hansı qoşun növləri yaradıldı? Qızılbaş qoşun növləri, qulamlar, topçular, tüfəngçilər. Daha sonradan Səfəvi dövlətinin paytaxtı hara köçürüldü? İsfahana. Bu dövrdə Azərbaycan dilində ən geniş harada istifadə edilirdi? Bax, bu sual geniş sualdır və bu suala böyük cavab vermək olar. Amma mən qısacasını yazmışam. Ordubadda, sarayda, diplomatik və sənədlərdə, yəni ki, burada sənədlərdə yazılış Azərbaycan dilində idi. 16-cı əsrdə sonlarında Səfəvi dövlətinin xarici siyasətin əsas məqsədi nə idi? Dövlətin ərazi bütövlüyünü təmin etmək. Uşaqlar, mən bugün sizə Şah 1-ci Abbasın mövzusunu, islahatlar mövzusunu izah elədim və inşallah ikinci mövzuda sizə görə paylaşacağım. Sağ olun, salamat qalın.